Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. 99 kvadrat, qanuni 3 otaq, full əşyalı, şəxsi təmir, şəxsi əşyalar yəni o deməkdir ki, yəni ucuzlu əşyalar deyil. Əşyalar hamısı bahalı əşyalardır. Bax, zal hissəsindəyi gördüyünüz kimi, zal hissəsində 2 dənə pəncərəmiz mövcuddur. 2 dənə pəncərədən əlavə plusdakı balkona çıxmaq mümkündür. Gördüyünüz əşyalar hər biri evin içində qalır, televizor istisna olmaqla. Qiyməti də belə deyək, bazar qiymətinə uyğun qiymətli, bəlkə də bir balaca aşağıdır. 2 balkonu var. Bax, buradan da mətbəx hissəsindən də balkon hissəsinə çıxışımız mövcuddur. Mətbəxdə də gördüyünüz, bax, soyuducusuna kimi hər biri evin içində qalır. Gəl başlayaq giriş hissəsindən. Bura bizim, bax, belə gözəl, ən sevdiyim proyektdir Kərbəlayı. Koridordan hol hissəsindən otaqların bölünməyi. Bax, girdin, sağda bir dənə yataq otağımız. Zəhmət olmasa göstər. Yataq otağından da balkon hissəsinə çıxışımız var. Bütün otaqlardan mətbəx daxil hər birinə balkon hissəsinə çıxışımız var. Gördüyünüz hər bir əşyalar evin içində qalır. Bura bizim Quladovka hissəmizi, belə deyək, camaşırxana. Burada bizim, oranı hissəsi sanuzel də eləyə bilərsiniz. Hamam sanuzel ayrı-ayrıda. Burada bizim belə bir hamam sanuzel hissəmiz. Deməli, buranı göstərdiyi də, hə qardaşım. Deməli, 1, 2, 3 otaqda, qanuni 3 otaq, full əşyalı, mətbəx ayrı, yerləşmə yeri Xırdalanda Yasmin Park yaşayış kompleksində. Gördüyünüz əşyalar hər biri içində qalmaq şərti ilə 99 kvadrat, qanuni 3 otaq, cəmi cümlətanı 133.000 manat oformleniya xərcləri də sahibi tərəfindən qarşılanır. Amma mənim adımdan gələn adamlara, dedi şəxsən Kərbəlayı, bu sözü sənə deyirəm. Sənin adından gələn adamlara ürəyi istəyən kimi inşallah endirim olacaq. Allah alana, satanda xeyir versin inşallah.